Salam əziz MİQTİ müdavimlər. Sizə riyaziyyatdan, ibtidai sinif riyaziyyatına aid belə sadə bir nümunə həll edək. Deməli, əslində şəkildə biraz pis düşüb, onun üçün sizin üçün oxuyacağam. 2 müsbət ədəddən biri digərindən 4 dəfə böyükdür. Bizə 2 müsbət ədəd verilib. Əsasən belə ədədlər verəndə A, B kimi yox, hər ikisini X, X kimi işarə edək. Daha sonra bu ədədlərdən biri digərindən 4 dəfə böyükdürsə, birinci x-i veya ikinci x-i 4'e vuraq. Və onların hasili 64'dür. Hasil nə deməkdir? Hasil vurma idi. Deməli, biz x-i vuracağıq 4x-ə və alacağıq 64. X-i x-ə eyni adlı dəyişənləri bir-birinə vuranda onların sayı üzərinə yazılır. Yəni olur 4 x-in kvadratı bərabərdir 64. Buradan gələk, 4x-in kvadratı 64-dürsə, 1x-in kvadratı 64 bölək 4-dür. 1x-in kvadratı 16-dır. X-in kvadratı 16-dırsa, onda x-imiz nə olacaq? 4. Bəzən buna müsbət mənfi 4 də deyirlər. Axı bizə şərtdə əvvəldə nə dedi? Müsbət ədədin. Cavablarda da baxaq, bizdə burada 4 cavabı var. Görürsünüz, D variantında. Sonra bu nümunələrə aid başqa bir test yazaq. Burada da bu bir məhcullu tənliklərə aiddir. Amma ki, bir məhcullu tənliklər sırf sizə tənlik kimi düşməsə də, amma növləri düşə bilir bəzən. Silək. Baxaq başqa bir nümunəyə. Baxın, belə bir məsələ var burada. Yolun 1/3-ni qaçan idmançı daha 125 metr qaçsa, yolun yarısına çatar. Biz yolun neçə santimetr və ya neçə kilometr olduğunu bilmirik, düzdür? Amma bizə deyir ki, yolun 1/3-ni qaçıb. Demək, 1/x qədərini 1/1 x qədərini qaçıb. Daha 125 deyirsə, biz onun üzərinə gələcəyik 125 və qalacaq yolun hansı hissəsinə çatır deyir, yarısına. Yarısı 2/1 deməkdir, düzdür? Və ya siz bunu x bölək 2 kimi də yaza bilərsiniz. 2/1x kimi də yaza bilərik. Tənliyin həll edilmə qaydası necə idi? Məlumları bir tərəfə, məhculları bir tərəfə keçirdirdik, düzdür? Gəlin keçirdək. Deməli, o zaman biz 2/1x-dan və ya x bölək 2-dən çıxacağıq 3/1x və ya x bölək 3-ü. Eləyəcək 125. Yol mənfi olmur deyə, zaten biz çıxmada mənfi alacağıq. Yol da mənfi ola bilməz. Ona görə müsbət götürün. Ortaq məxrəc 6-dır. 6-nı 2-yə bölürəm 3, x 3-ə vururam 3x. 6-nı 3-ə bölürəm 2, 2-ni x-ə vururam 2x. Bərabərdir 125. 6/1x-im 125-dirsə, o zaman x-im nə idi? Biz 125-i 6/1-ə böləcəkdik. Əgər biz ədədi kəsirə bölürdüksə, ədədi kəsirin məxrəcinə vururduq, sürətinə bölürdük. O zaman x də olacaq nə qədər? 750 etməlidir. 125-i 6-ya vurduqda. Məncə burada aydın olmayan heç bir şey qalmadı. Başqa bir nümunəmizə baxaq. Baxın, burada başqa bir nümunə silərkən sizin üçün oxuyum. Baxaq. Boru hovuz məsələləri üçün ayrı video çəkəcəm. Ona görə o məsələ tipinə baxmaq istəmirəm. Burada yaş məsələsi var. Baxın, deyir ki, ata 52 yaşındadır. Oğul 12 yaşındadır. Bu insanların faktiki yaşı verilir. Bir də ki, mən sizə yaş məsələlərində bunu vurğulayım, əziz müdavimlər. İnsanların arasındakı yaş fərqi illər keçsə də heç vaxt dəyişməz, heç vaxt. Yəni, mən sizdən neçə yaş böyüyəmsə, 10 il sonra, 100 il sonra da o qədər böyük və ya kiçik olacam. Atanın demək 52 yaşı var. Ata 52. Oğlun 12 yaşı var. Oğul 12 yaş. Neçə il sonra atanın yaşı oğlun yaşına 3 misli olacaq. Əlbəttə ki, illər keçirsə, həmin illər atanın da yaşından keçəcək.
oğlun da yaşından keçəcək. Yəni tək atadan və ya tək oğuldan keçəsi deyil ki, illər. O zaman həmişə də yadınızda qalsın, kiçik olanın yaşını, mislini götürürük. Yəni 12 üstəgəl x vurulsun 3 bərabərdir 52 üstəgəl x-ə. 36 üstəgəl 3x bərabərdir 52 üstəgəl x. X-ləri bir tərəfə keçirdirik. 52-dən çıxırıq 36-nı. 3x-dən də 2x çıxanda, 3x-dən də x çıxanda qalır 2x. X-imizin bir qolu düşmədi. Eyb yox. 52-dən 36 çıxanda qalar 16 bərabərdir 2x. X-imiz də bərabərdir 8 aldıq. Qoy görək 8 qoyanda həqiqətən doğrudan alınırmı? 52-nin üstünə 8 gəlirəm 60. 12-nin üstünə 8 gəlirəm eləyir 20. Həqiqətən də 20 60-ın 3 mislidir. Deməli tapdığımız cavab tamamilə nədir? Doğrudur. Yəni yaş məsələləri həll edərkən hər zaman bütün bu məntiq üzrə hazırlaşan müdavimlərimdə və ya MİQ istənilən, hətta orta məktəb şagirdləri də harda səhv edirlər. Məsələn, deyir ki, neçə il sonra və ya 5 il keçdi, onu sadəcə ya atanın ya oğlun yaşının üzərinə gəlirlər. Əgər biz yaş məsələsi həll ediriksə, ya atanın ya oğlun və ya hamısını ayırarıq da gəlməliyik. Çünki ötən illər, əziz müdavimlər, hamının ömründən ötür, birindən ötüb birindən qalmır. Sonra burada belə bir məsələmiz var. Biri digərindən 5 dəfə böyük. Yenə biri digərindən deyirsə 2 ədəd x götürək. 2 ədəd x götürək. 5 dəfə böyük olan 2 ədədin, demək biri x-dirsə, digərini götürəcəm 5x. Birini x götürəcəm, digər 5 dəfə 5x. Ədədi ortası 9-dursa, ədədi orta nədir? Mən bunu bir dəfə sizə hazırlıqda keçmişdim. Ədədi orta bizə 5 ədəd verilibsə, həmin 5 ədədi toplayıb 5-ə bölürüksə ədədi ortası olur. Deməli, onda x üstə gələk 5x bölünsün 2 bərabərdir 9. Yəni ədədi ortası 9-dur. 6x bölürük 2-yə 9. 3x bərabərdir. Buradakı 2-ni tənasüb kimi qursaq 6-nı 1-ə, 2-ni 9-a vuracaq 18. Və ya bərabərlik sizə kəsr verilib, bərabərlikdə natural ədəd verilibsə, qısa yolla məxrəci vurun bərabərliyin qarşısındakı ədədə. O zaman x-imiz 6 olacaq. Demək, ədədlərdən biri belə etməyə ehtiyac yox idi. Özdə burada 6x-dir, burada 3-dür. 6-nı 2-yə bölsəydik 3x qalardı. 3x 9-a, 1x 3-ə. Yəni bu yolla da getsəniz, bu yolla da getsəniz, yenə nəticə etibarı. Demək, ədədin biri 3-dür, digəri 15-dir. Gəlin yoxlayaq. Həqiqətən də 3-ün üstünə 15 gəlib 2-yə böləndə nə qalır? 9 qalır. Bir də xatırladıram. Bir dənə ədədi ortanı istəyirəm. Yenə deyim. Demək, ədədi orta nə oldu? Xəttkeş niyə gəlib bura düşüb? Demək, ədədi orta nə oldu? Ədədi orta bizə neçə ədəd verilibsə, həmin ədədləri toplayıb, onların sayına bölməkdir. Məsələn, bizə verib neçə? 3, 5, 7, 10. Neçə ədəd var burada? 1, 2, 3, 4 dənə ədəd. Bunları toplayırsan, 8, 15, 35. Düzdür, 35 4-ə bölünəndə 8 tam 125 qalır. Yəni yuvarlaq ədəd qalır, tam ədəd qalmır da, kəsirli qalır olsun. Bir də moda median demişdim mən sizə. Moda median nə idi? Moda ən təkrarlanan ədəd idi, ən çox təkrarlanan ədəd. Məsələn, 5, 3, 5, 7, 5, 9, 5, 15. Burada moda olacaq 5. Median nə idi? Ədədləri tək sayda yazırdısa, tək sayda, görürsünüz 5 dənə ədəd var. Ortada duran median idi. Cüt sayda yazırdırsa, ortadakı 2 ədədi toplayıb, 8 ilə 9-u toplayıb bölürsən 2-yə. Ortadakı 2 ədədi toplayıb 2-yə böləndə aldığın ədəd median olurdu. Demək, moda təkrarlanmaqdır. Median isə tək sayda ədəd yazılıbsa ortadakı ədəd, cüt sayda yazılıbsa ədədlərin cəminin yarısı. Başqa bir məsələyə baxaq. Məncə bugünlük bu qədər nümunə kifayətdir. Daha sonra sizə yenə hansı videoları istəsəniz, hansı mövzular üzrə test istəsəniz yorumlara yazarsınız. Mən də sizin üçün yükləyərəm.